Bir də hər vaxtınız xeyir olsun əziz azarkeşləri. İkincisi də yenidən bir yerdə bir daha xatırladaq. 20 yanvar Asfar Arena Premier Liqanın yaz mövsümü 4-də 1 qarşılaşması eləyən Sumqayıt və İnam komandaları üzləşir. Sumqayıt təmsilçisi fasilə 4-1 hesab ilə öndə yollandı. İnam önündə. Görə ikincisi də bizi nə gözləyir? Fasilə nə məşvərət edilir, nə söhbət edilir və bu ikincisiyə necə yansıyacaq? Diaqanla doğru ötürmə ünvana çatdı. Elcan Sarıyev. Sarıyev. İmaməli ilə oynadı Nağıyev. Gözlətmədən ötürmə orada. Kimdə Əlizadə epizoda girdi. Başla bir toxunuş etsə də çərçivə yönəldə bilmədi. İnamın əks əmləşsi başlayacaq. Niyazi. Ruslan Ağalarım. İmaməli. Elcan Sarıyev. Topla bir qədər ələdi. Sarıyevin ötürməsi. İmaməli. Elon Mustafayev. Ruslan. Fuad Yusifov. Niyazi Qasımzadə. Sarıyev İnam öndə pressing edir. Top müdafiədən çıxarma bazarda Sumqayıt oyuncuları. İmaməli. Cina doğru ötürmə. Murad orada ildə oradan yayına bilmədi. Korner. Zərbə keçmədi. İsmail Əliyevdən keçidi yoxdur. Daha bir çat. Emil Əsənzadə. Bunu rəsmiləşdirir. Olmasın bu olsun dedi. 5-1 oldu. Sumqayıt deyəsən görüşün taleyini mən ilk oyunda cəlb etmək istəyir. Yandan isə gözlənilən mübarizə performansı bu deyil. Elə ki, onlar özünü doğrulda bilmir. Daha bir top etkisi. Cavid Əliyev, İmaməli. Ruslan. Tural. Zansarev qaydanı pozub. Zansarev sarı vərəqi görür. Cərmə zərbəsi standart vəziyyət yerinə yetiriləcək. Tural topun arxasında canlı səd qurulur. Tural ötürmə. Ruslan. Niyazi. Ruslan. Yenə qapı tiri. Onların zərbəsi qapı tirinə dəydi. Bartonların ikinci zərbəsidir. Əlizadə çatmadı. İsmail Əliyev mənimsədi. İmaməli burada Fuadı qabaqlayır. Əlizadə. İsmail top əlindən buraxdı. Art-art əmlələr. Cavid Əliyev epizoda girdi amma topu qapıdan keçirə bilmədi. Fuad. Emil Əsənzadə. Elcan Sarıyev. Yeniden Emil'le oynadı. Murad Hüseynov. Gözəl ötürmələr izləyirik Sumqayıt adına. Tural. Muradın müdaxiləsi vardı. Murad top meydanda saxlama bacardı. Murad Hüseynov. Murad ötürmə. Son müdaxilə Ruslan Ağalarov'dan.
Sarıyev. Murad. Elnur Mustafayev. Belki de bir gol inamı ayıldacaq. Toxunuş var idi, korner. Tural. Zərbə keçmədi, daha sonra Tural topu yeniden komandasına kazandırır. Ruslan Ağalarov. Murad var önündə. Müdafiəni yarmaq istəyir İnam tərəfi. Elnur düz qapçının qucağına bir qədər cinayət nişan alsaydı, əqli senarinin şahid ola bilərdik. Her şey saklıyız. Yaklaşsana. Sarıyev uzaq məsafədən zərbə. İsmail Əliyev, Fuad. Elnur Mustafayev idi, bu səhvimi düzəldim. Tural. Ruslan Ağalarov. Ötürmə keçmədi. Rafael Mütəllimov. Murad rəqibini təqib edirdi, out. Bəli, bundan sonra Spartak Bakı mübarizə aparacaq. At yerinə itilməlidir İnam adına. Nihat Ağayev, Sumqayıtın əks həmləsi. Murad Hüseynov. Murad, Nihat Ağayev. Elzan Sarıyev. İsmail Əliyev. Dəqiqələr bir qədər sakit məcrada keçir. Oruz Məmmədov. İsmail Əliyev. Tural. Elzan Sarıyev. Nihat Ağayev. İmam Əli Ağayev. Amil Cəfərov taban ötürməsi. Nihat çatmadı Ruslan Ağalarov. Əksəmlə Ülvi Sarıyev. Özünə irəli buraxır Tural. İzzət Məhərəmov müdaxiləsi var. Dağıt İnamın. Ruslan. Sarıyev. Ötürmə ünvanı çatdı Nicat Məhərrəmov. Kör nöqtə idi, zərbə endirməyi seçir. Düşündüyü kimi istədiyi kimi alınmır. Ülvi Sarıyev. Amil Cəfərov qazandı. Yine gəlirlər biz xoş gördük, bir daha qeyd edək. Sumqayıtın 5-1 üstünlüyü var İnam önündə. Nicat. Oruz Məmmədov. Oruz. Orada Amil Cəfərov sığortaladı. Sarıyev üçün ayrılmış, yalnız 5 saniye var idi. Bu vaxt tükəndi. İndi sərbəst zərbə. Lənkəran və Gənclər Birliyi 3-3'lük bərabərliyə yekunlaşdı. Görüşün talihi cavab oyuna qaldı. Bu görüş isə
Sumqayıt və İnam arasında oynanılır. Sumqayıt həmçisi 5-1 hesabı ilə öndədir. İnam önündə. Fərqi bir qədər azaltmaq istəyirlər. Rendirilən zərbə Elvis Sarıyevdən. Canlı səthi yarmaq mümkün olmadı. Elvis Sarıyev Yaqanı doğru ötürməyə uğurla alamamışdı out. Tural görə kiminlə oynayacaq? Bir qədər göz gəzdirdi Ruslan. Oruz Məmmədov. Tural. Elvis Sarıyev. Ötürməsi keçmədi. Nihat Ağayev. Nicad Məhərəmov. Sumqayıt oyuncular top elə keçirdi. Amil Cəfərov. Rafa rəqibə mane olmaq istəyirdi. Elvis Sarıyev. Lüyə qarşı qayda pozulub. Rafael Mütəllimov. Oruz Məmmədov. Qapıdan keçir, vurulan qolların bir nəvəzi çıxılır. Bu qol komandanı bir qədər özünə gətirəcəkmi? 2-5. Sumqayıt 5. İnam 2. İmam Əli Nağıyev. Nicad Məhərəmov. Emil Əsənzadə. Yaqana doğru ötürməyə Nihat Ağayev gəlişinə zərbə. Təxmin olaraq görüşün bitməsinə 11 dəqiqə yaxın bir müddət qalıb. Korner izləyək Nicad. İsmail Əliyev rəqibinə mane olma bacardı Oruz. Ötürmə vermək olardı. Bir qədər ləngitti, topu çox saxladı ayağında. Oruz təzyiq edirdi. Məmmədov qazana biləcəkmi? Təzyiq öz bərəsini göstərdi. Alt onların. Ruslan Axalarov araya girmək istəyirdi. Nihat Ağayev çevirdi. Rafa. Ruslan ayaq saxladı. Bitirmə verməyə komanda yoldaşlarını axtarır. Elvis Sarıyevi tapdı. Sarıyev. Nəzən Sarıyev yerindədir. Sarıyevlərin mübarizəsi Kiper. Duelonun qalib tərəfidir. Emil Əsənzadə. Çiyini ilə. Topu yönəltdi amma Əliyev sayıqlıq əldən vermir. Tural. Oruz Məmmədov. İsmail Əliyev. Rafa. Oruz. İsmail Əliyev. Tural yerə salma bacardı. Ruslan doğru ötürmə. Ağalarov. Alınmadı. Daha önceki epizoda qayda pozulmuşdu. Ədalət təmsilçisi sinif birincisini əməl etdi. Standart vəziyyət, cərimə zərbəsi yerinə yetiriləcək. 3 nəfərdən ibarət canlı səhət qurulur.
Təxmin olaraq 8 dəqiqə yaxın bir müddət qalıb görüşün bitməsinə. Sarıvin zərbəsi, keçid yoxdur. Elnur Mustafayev əllə oyun. Emil Həsənzadənin əlinə dəyər orada top. Daha bir standart vəziyyət qapıya bir qədər də yaxınlaşırlar. Bir qədər də təhlükəli nöqtədir. Amma Sarıyev təcrübəli qapıcı önünü bağlayacaq. Ətdən canlı sədd qurur sanki. Elvis Sarıyev sancır topu qapıya. Canlı səddi, ətdən canlı səddi yarmaq mümkün oldu. Təcrübəli oyuncu. Fərqi bir qədər də azaldır. İkinci liqada kifayət qədər oyunlarını şərh etmişəm. Həmçinin Premier Liqada da bir neçə dəfə maçın adamı da seçilib. Beş-üç, vaxt tükənir. Görüşün yekun hesabı nə olacaq? Cavab oyuna kim üstün tərəf kimi yollanacaq? Amil Cəfərov. Ruslan təzyiq vardı, bir Sarıyev çevirə bilmədi. Elcan Sarıyev. Bir qədər izafi gücdən istifadə edir sanki. Tural. Məhməd Rızayev. Cina boyunca, xət boyunca irələdi. Amma ardı gəlmədi. Sanki gözüm dəydi. Emil. Ağayev orada daman zərbəsi indirmək istəsə də düşündüyü kimi istədiyi kim almadı. Ruslan Ağalarov. Cina Təşkil Ülvi Sarıyevdir bu. Ülvi. Sarıyevin zərbəsi keçmir. Emil Həsənzadə. Nihat Ağayev. Yeni ki qapını düşünmüşdüm. Elnur Mustafayev. Ülvi. Məhz Ülvi Sarıyevin özünə meydan tərk edir. Fəqan Kərimovun qərarı bu yöndədir. Yegana doğru ötürmə. Emil Həsənzadə. Elnur var qarşısına Emil'in ötürməsi Nihat Ağayev. Elnur Mustafayev. İkramımızı bir gedir bəyini dostlar, qardaşlar, zəhmət olmasa. Elvi Sarıyev rəqiblərinin öhdəsindən topu çıxardı. Sarıyev. İlkin Vəlizad orada təzyiq edirdi. Out. Ruslan Ağalarov. İmkan verilmir. Out. Topa çatmaq mümkün olmadı. Murad Hüseynov. Amil Cəfərov. Qapı qarşısına ötürmə Cavid Əliyev. Orada deyəsən son anda bir toxunuş vardı. Fəqan Kərimovun qərarı kornerdən yanadı. İsmail Əliyev. Ruslan Ağalarov. Sumqayıt oyuncuları ən yaxşı müdafiə judo taktikasından sanki istifadə edir. Öndə təzyiq edirlər. Cavid Əşimov. Korner. Çobudluq var idi. Emil Həsənzadə qaydan pozub əlcəbə getdi. Fəqan Kərimov vərəqə ilə yaxınlaşır. Emil Sarı vərəqə ilə cəzalandırır. Bu arada
Valların sayı 5-də Sumqayıt olacaq. Bir fal komplementerli zərbə deməkdir. Əksəmlə başlatıb. Emil Əsənzadə. Vaxtında 2 qol pasivində sarı vərəqə var. Emil. Ötürmək isə Ruslan Ağalarov. Oruz Məmmədov. Cavid Əliyev. Cavid Əşimov. Cavidin zərbəsi keçmədi. Oruz Məmmədov. Oruz. Topa bir qədər elədi. Murad ona mane olmaq istədi. Emin Kərimov davam dedi. Sarı vərəq Oruz Məmmədova. Oyun bərpa olunur. Bir qədər son dəqiqələrdə aqressiya gərginliyi də artıb. İsmail Əliyev. Elor Mustafayev. Tural. Tural önündə qaldı. İtirmə bir qədər bərk alınır. Dağayev gəlişinə zərbə. Dirəyə dəydi. Ruslan Ağalarov. Fatih Yusifov. Bu artıq 6-cı fauldu. Demək ki, komplementerli zərbə olacaq. Numara baxılacaq yəqin ki. Referi vara baxdı. 6-cı zərbə zərbəsi. Penal deyildi. Yəni daxildə xətin içərisində olmamışdı, amma 10 metrlik zərbədir. Çünki bu artıq 6-cı faul idi. Səhv etmirəmsə Fəqran Kərimov penaltı nöqtəsini göstərirdi. Penaltı deyildi. Məhz 6-cı faul olduğu üçün komplementerli zərbə olacaq. İşarə gəldi Ülvisarev və Elcan Sarev üzrədi. Zərbə Ülvisarev. Elcan dəf etmək bacardı. Elcan Sarevdən keçid yoxdur. Xilaskar rol oynadı. Fərqin minimum enməsinə imkan vermədi. Nihat Ağayev. İlkin Bəlizadə. Qayda pozulub. Elon Mustafayev. Tural. Elon Mustafayev. Ülvil oynadı. Ülvisarev. Tural çevirə bilmədi.
Nihat Ağayev. Elnur. Out. Sumqayıtın. Elcan Sarıyev. Görüşün son epizodu son cəhd oldu bu əmlələrdə. Ədalət Əmsi Fəqankarov qarşılaşmanı bitirdi. Maraqlı mübarizə izlədik. Nils Sumqayıt cavab oyunu 5-3 hesabı ilə öndə yollanır. Məhz inamın dəyər komanda cavab oyunda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.